Dünən ASTV-dən bizim Əmək və Sosial Əhalinin Əmək və Sosial Müdafiə Nazirinin müsahibəsinə qulaq asdım. Bu rəqəmlərlə və s. müxtəlif sahələrdə artırımlardan danışırdı. İstər təqaüddə, istər maaşlarda, istər qazilərə müavinətdə və s. Yəni mən əminəm oradakı rəqəmlər hamısı doğrudur. Buna heç bir şübhəm yoxdur. Onlar uydurmuyorlar. Ümumiyyətlə bu İtalyanski geyinən qaqoliklar və yaxud da smart feodallar, necə istəyirsiniz adlandırın, bu yeni nəsil hakimiyyətdə olan bu yeni nəsil o rəqəmlərə və s. yaxşıdırlar statistika. Mən heç də demirəm. Amma burada bir məsələ çıxır. Həmən o müsahibə verən aparıcı ona bir dəfə sual vermədi ki, nazirə, cənab nazir, hər şey gözəl, əla, oraya alqışlayıraq, işləyirsiniz və s. Amma bu, axı sizin bu inkişaf, bu göstərdiyiniz bu inkişaf sıçrayışınız, bu rəqəmlərlə və s. Axı insanların maaşları ilə, təqaüdləri ilə, qiymət artımı ilə, cərimələrin çoxalması ilə axı üst-üstə düşmür axı. Yəni insanımızın orta əmək haqqı ilə, ölkənin ödəməsi ilə, insanımızın minimum əmək haqqı ilə, insanımızın minimum təqaüdü ilə, bütün bu göstərdiyiniz artırımlar illər boyu üst-üstə düşmür axı. Məsəl üçün, aparıcı sual verə bilərdi ki, 2 il, 3 il, 5 il bundan qabaq 60 manatla marketdə etdiyimiz bazarlığı indi ən yaxşı halda 200 manatla edirik. Onu deməliydi məsələn. Görək onda cənab nazir nə cavab verərdi? Səhv eləmirəmsə adı Anar Əliyevdir bu yeni nazirin. Çünki o qədər də görsənmirlər ki, adamlar biraz nazirləri indiki o pliyada nazirlərini biraz tanımağa çətinlik çəkir. Suallar verilmədi. Amma verilməli idi daha bu müsahibənin daha doğru və şəffaf olması üçün. Bu sırf bu müsahibə təbliğat üçün idi ki, bizdə inkişafa doğru gedir, hər şey yaxşıdır. Amma əminəm ki, o ASTV-də müsahibəyə baxan insanların 90-80% ironik gülürdülər. İronik bir təbəssüm idi o müsahibəyə ki, elə deyil. Mən nəsə soyuducumda, cibimdə bunu hiss eləmirəm. Mən burada həmən o nazirimizə müraciət etmək istəyirəm. Ümumiyyətlə, hakimiyyətə, bu smart feodallara siz bu inflyasiyadan, ölkədəki inflyasiyadan xəbəriniz var mı? Manatın ildən ilə dəyərinin düşməsindən, kommunal xərclərin qalxması, nəqliyyat xərclərinin qalxması. Bu hamısını biz götürəndə, ümumi eləyəndə parkinqları, günə maşın işlədənlərin daha yaxşı bilər. 7-8 manat parkinqa pul verir. Bütün bu xərcləri götürəndə həmən bizim bu nazirin Anar Əliyevin dünən ASTV-nin ekranlarından göstərdi. Bilməm, bu ola bilsin video canlı deyil idi, dəqiq canlı dedi. Çəkiliş idi, bəlkə əvvəl də veriblər həmən o verişi. Mən dünən qabağıma çıxdı, dünən baxdım. Həmən o göstərdiyi bu sıçrayış axı bütün buna uyğun gəlmir. Yəni sən orada nazir göstərir, bu əmək haqqı bu qədər qalxıb, minimum əmək haqqı. Bu minimum əmək haqqının bütün bu qiymət artımlarına, bütün bu kommunal xərclərin, nəqliyyat xərclərinin, parkinqlara, hər şeyi biz götürəndə ümumi eləyəndə o nə artımdır ki? Nazirə sual verməli, cənab nazir, ödəmədə biz Ermənistandan geridəyik. Nefti, qazı, qızılı olan Azərbaycan. Avropanın ən kasıb ölkəsi Moldova ilə müqayisədə biz maaşda, təqaüddə geridəyik. Moldova Avropanın ən kasıb ölkəsi sadə. 2018-də də onlardan geridəydik, 2025-də də onlardan geridəyik. Həmən o statistika rəqəmlər onu deyir. Bunlar özləri sevirlər axı statistika rəqəm, data və s. Onlarla da belə rəqəmlərlə də, rəqəmsiz də, real həyat yaşayışımızla da, hamısıyla da biz geridəyik, heç də irəlidə deyilik həmən o bizim nazirimizin göstərdiyi, dediyi kimi və ASTV-nin də bunun təbliğat apardığı kimi.